Mətbəxdə şov. Nyam, nyam. Salam, hər vaxtınız dadlı və ləzzətli olsun. Əziz nənələr, babalar, analar, atalar, şirin şəkər balalar. Salam əziz izləyicilərim, bugün sizinlə ləzzətli göbələkçili yemək reseptini bölüşəcəm. İlk öncə soğanı halqa şəklində doğrayırıq və tavaya yağ əlavə edib, soğanı əlavə edib, qarışdırıb biraz qovururuq. Soğanı qovurduqdan sonra göbələyi xırda-xırda doğrayırıq, yəni yuyulmuş, doğranmış göbələyi, toyuq ətini də xırda-xırda doğrayırıq və göbələyi əlavə edəcəyik, qovrulmuş daha doğrusu soğanın üzərinə və onu da qarışdırdıqdan sonra qapağı örtüb biraz vamxodda bişiririk və ondan sonra toyuğun sinə ətini əlavə edirik və onları da qarışdırıb qapağını örtüb biraz vamxodda bişirib gözləyirik. Və üzərindən sürücüdən keçirilmiş kökü əlavə edirik. Bu sizin istəyinizə görədir. Hər bir ərzaqdan neçə ədəd əlavə edəcəksinizsə və üzərinə sarı kök, duz və istiot zövqə görə əlavə edib qarışdırırıq. Sonra üzərinə qaymaq əlavə edirik. Bunu da əlavə etdikdən sonra qarışdırırıq. Bir az gözlədikdən sonra Holland pendiri əlavə edirik və inandırım ki, çox dadlı bir yemək alınır və sizə bişirməyinizi tövsiyə edirəm. Mütləq sınayın.